Danışır Mahaçqala axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pult arxasında Minə xanım Mamayeva. Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulətipov qələbə günü ərəfəsində Böyük Vətən müharibəsi veteranı Məhəmməd Həmzətova və Mahaçqalanın Veteranlar Hospitalında müalicədə olan Məhəmməd Əliyevə də öz şəxsi təbriklərini çatdırıb. Ramazan Abdulətipov eləcə də Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin rəis müavini Admiral Yuri Alekseyevlə görüşüb. Tədbir gedişində Respublika rəhbərinə Sərhəd Xidmətinin Dağıstan üzrə idarəsinin yeni rəisi təqdim edilib. Bu məsul vəzifəyə isə general-mayor İqor Şmotkin təyin olunub. Xəbərlərin oxunuşunu davam etdiririk. Qeyd etdiyimiz kimi Dağıstan rəhbəri Ramazan Abdulətipov böyük qələbənin 69-cu il dönümü çərçivəsində hökumət evində Böyük Vətən müharibəsi veteranları ilə görüşüb. Veteranlar cəbhə xatirələri ilə bölüşərək həlak olmuş yoldaşlarının xatirəsi və həyatda olan müharibə iştirakçılarının sağlığı şərəfinə badə qaldırmışlar. Respublika rəhbəri cəbhəçilərin misilsiz xidmətlərini qeyd edərək onlara möhkəm can sağlığı arzulamışdır. Siz həmişə həm münaqişə dövründə, həm dinc həyatda ön cərgədəsiniz. Şimali Qafqazda, Dağıstanda çalışan hərbçilər hərbi əməliyyatlarda iştirak edirlər. Sizin kimi qaliblərin təcrübəsinə arxalanaraq onlar bugünün özündə belə indiki düşmənlərimiz üzərində də qələbə əldə edirlər. Təəssüflər olsun ki, veteranların cərgəsi ildən ilə seyrəlir. Bu həyatdır, təbiət qanunudur. Heç nə edə bilmərik. Bununla belə biz veteranlara öz vətənimizə münasibətimizi dəyişə bilərik. Biz onu qorumalı, müdafiəsinə həmişə hazır olmalıyıq deyə Abdulətipov vurğulayıb. Tədbirin sonunda Respublika rəhbəri yaxın müddətlərə munisipal birlik başçılarının, veteran təşkilatlarının və digər marağı olan struktur nümayəndələrinin iştirakı ilə şura çağırmaq barədə tapşırıq verdi. Başlıca məqsəd bizim veteranlarımızın igidliyi nümunəsində gənclərin vətənpərvər ruhda tərbiyəsi üzrə tədbirlər planını hazırlamaqdır deyə Ramazan Abdulətipov qeyd etdi. May ayının 9-da Mahaçqalanın mərkəzi meydanında Böyük Vətən müharibəsində qələbənin 69-cu il dönümünə həsr edilmiş təntənəli miting keçiriləcək. Tədbirdə Respublika rəhbərliyinin nümayəndələri, müharibə və əmək veteranları, uşaq, gənclər, vətənpərvər ictimai hərəkatlarının nümayəndələri iştirak edəcəklər. Təntənəli miting gedişində fəxri qonaqlara, veteranlara marş sədaları altında tər çiçək dəstələri də təqdim olunacaq. Rəsmi çıxışlar başa çatdıqdan sonra tədbir iştirakçıları Azadlıq Əsgəri abidəsi önünə və Mahaçqalanın Qardaşlıq qəbristanındakı məzarlara çiçək dəstələri qoyacaq, vətənin azadlığı uğrunda həlak olanların xatirəsini bir dəqiqə sükutla yad edəcəklər. Qeyd etmək istərdik ki, bugünə Dağıstanda 1941-45-ci illərin Böyük Vətən müharibəsinin 547 iştirakçısı yaşayır ki, onlardan biri Sovet İttifaqı qəhrəmanı, biri də Rusiya Federasiyası qəhrəmanıdır. Rusiyanın Nazirlər Kabineti ölkə prezidentinə may fərmanlarının tətbiqi gedişi barədə hesabat verməli olacaq. Ölkə rəhbəri bu sənədi Nazirlər Kabineti üçün önəmli sayır. Beləliklə, müvafiq çərçivədə mənzil inşaatı ilə əlaqədar inzibati prosedurları əhatə edən yeni siyahı, eləcə də Rusiya ailələrinin mənzillə təminatı qaydalarını əhatə edən sərəncam dərc olunub. Bu sənədə əsasən 460 min ailəni mənzillə təmin etmək mümkün olacaq. Xatırladırıq ki, 2012-ci ildə yenidən ölkə rəhbəri postunda fəaliyyətə başladığı zaman Vladimir Putinin imzaladığı ilk sənədlər may fərmanları oldu. Bu siyahıya sosial-iqtisadi siyasət, səhiyyə, elm və təhsil, vətəndaşların əliyetər mənzillə təmini və mənzil kommunal təsərrüfatı xidməti keyfiyyətinin artımı və sairə sahələr daxildir. Sənəddə eləcə də dövlət idarəsini təkmilləşdirmə, millətlər arası razılığın təmini, silahlı qüvvələrin inkişafı və müdafiə istehsalı kompleksinin modernizasiyası, xarici siyasət kursunun və demoqrafik siyasətin tətbiqi üzrə tədbirlər nəzərdə tutulur. May fərmanları Vladimir Putinin seçki qabağı proqramı üzərində qurulub və bu fərmanların tətbiqi ölkə prezidentinin və Nazirlər Kabineti fəaliyyətinin əsasını təşkil edir.
Oxunuşunu davam etdiririk. Dağıstanlı zəvvarlar Məkkəyə cari ildən etibarən xüsusi elektron növbəsi vasitəsilə yola salınacaq. Respublikada Həcc Mərkəzinin nümayəndəsi Əhməd Həbibovun sözləri ilə cari il zəvvarlar siyahısına düşməyənlər gələn ilin həcc kampaniyası gedişində müvafiq nömrə ilə yola salınacaq. Artıq elektron növbə siyahısına 350 respublika vətəndaşının familisi alınıb. Zəvvarlar müvafiq xahişlə məhz yaşadıkları ərazi müdiriyyətinə müraciət etməlidirlər. Rayonlarda müvafiq məsələlərin həlli ilə yerli məscidlərin imamları məşğul olur. Başlıca şərt zəvvarın ilk dəfə olaraq həcc səfərinə yola düşməsidir. Cari il Dağıstana 6000 nəfərlik kvota ayrılıb. Halbuki bütün Rusiya Federasiyası üçün bu rəqəm 16400 yerlikdir. May ayının 8-i beynəlxalq qırmızı xaç və qırmızı aypara günü kimi qeyd olunur. Bu, böyük kütlələri özündə birləşdirən təşkilatdır. Hardakı bədbəxtlik üz verir, qırmızı xaç bu əraziyə humanitar yardım göndərir. 1864-cü ildə Cenevrədə bir sıra Avropa ölkələri tərəfindən beynəlxalq razılıq, hazırda Cenevrə Konvensiyası adlanan sənəd imzalanarkən, qırmızı xaçın humanitar məqsədləri qarşıya qoyuldu. Rusiya bu konvensiyaya 1867-ci ildə qoşulur və həmən il Rusiya Qırmızı Xaç Cəmiyyəti də təşkil edilir. Qırmızı xaç və qırmızı aypara qeyri-siyasi çərçivədə iş aparır və bu təşkilatların prinsipləri dünya miqyasında neytrallıq və mərhəmət simvolu kimi tanınır. Qırmızı xaç və qırmızı aypara hərbi toqquşmaların, təbii fəlakət və qəza qurbanlarına humanitar yardım göstərir. Beynəlxalq hərəkat acınacaqlı vəziyyətə düşmüş vətəndaşları dəstəkləyir və burada yalqız və yaşlı vətəndaşlara sosial tibbi yardım göstərilməsi ümdə tutulur. Qırmızı Xaç ictimai qeyri-dövlət təşkilatıdır və onun vəsaiti üzvlük haqlarından və könüllü ianələrdən ibarətdir. Siz son xəbərlərə qulaq asdınız. Bugün sizə bayramınız mübarək adlı verilişi təqdim edirik. Əziz qulaq asanlarımız, bu veriliş böyük Vətən müharibəsində böyük qələbənin il dönümünə həsr olunur. ...1941-ci ilin dəhşətli yay səhəri vətən bizi harayladı. Özünə qayıt vətən oğlu. Sən özünə qaydanda ulu olursan. Belə demiş Ulu Xaqan, bu haraya kökləndilər mərd oğullar. Zaman zaman bu harayla mətinləşdi, dikələrək od püskürdü doğma torpaq. Dədə Qorqudun, Koroğlunun içindən baş qaldırdı, ruhundan pərvazlandı, dillərdə nəğmə ilə hikmətə döndü vətən oğullarının şücaəti. El, yurt, vətən təəssüblü oğullar al rəngli qələbə bayrağını vətən səmasına sancdılar. Qəddar niyyətlərə kölgə saldı, pis gözlərə ox olub sancıldı bu bayraq. Könüllərdə həsrəti yaşayan qələbə əldə olundu. Milyonlarla vətən oğlunu yad torpağa qovuşdurdu azadlıq. Geyib əskər paltarını, silahlandı qəhrəman. Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan, deyib yaxın gəldi, öpdü onun alnından. Yay gününün xoş səhəri bir də dağlar kürəyi. Ana, getdim salamat qal, deyib öpdü qarını. Ana igid balasına açdı öz qollarını. Üz gözündən öpə-öpə bağrına bastı onu. Ana yurdun, bu qəhrəman, bu namuslu oğlunu. Dedi, oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim, tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm. Qulağında yaxşı qalsın mənim sənə üydüm. Biz sənsiz də dolanarıq, uğur olsun yoluna. Qılıncını çalan zaman qüvvət gəlsin qoluna. Sən düşmənin qabağında igid tərpən, vüqarla. Tüfəngini təmiz saxla, atını da tumarla. Öz yerində olsun gərək igidin yar yarağı. Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. İgid balam, hərçənddir ki, öz ananam mən sənin. Çörəyi ilə böyümüsən bizim ana vətənin. Bizim ellər Koroğlular,
Çapayevlər yurdudur. Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur. Payız vaxtı bağçamızın heyvaları dəyəndə, şaftalılar şirələnib budağını əyəndə, göndərərik sovqatını, sənin də öz payını. Sən də artır öz əlinlə zəfərlərin sayını. Get, düşmənin qabağında igid tərpən, vüqarla, tüfəngini təmiz saxla, atını da tumarla. Əskər artıq yola düşdü. Dağ tərpəndi yerindən, günəş yaydı şöləsini vətənin göylərindən. Ana baxdı öz oğluna, su da səpdi dalınca. Şair qəlbi bu səhnədən ilhamını alınca, yaşa, dedi ey qəhrəman, yaşa, dedi ey vətən. Sonra şair dodaqları öpdü ana əlindən. O insan xoşbəxtdir ki, ömrün zirvəsinə qalxdıqca keçdiyi yolun faydasına inana bilsin. İllər hədər getməyib deyə bilsin. Bugünkü veteranlarımızsa ömrün ən gözəl şağlarını vətən torpağının müdafiəsinə həsr etmişlər. Bundan mənalı nə ola bilər? Qələbənin növbəti il dönümünü qeyd edərək biz vətənimizin azadlığı uğrunda həlak olanların parlaq xatirəsi önündə baş əyir. Müharibənin ağrı acılarına mətanətlə tab gətirmiş ön və arxa cəbhə zəhmətkeşlərinə öz dərin minnətdarlığımızı bildiririk. Böyük Vətən müharibəsi illərində göstərilmiş ümumxalq şücaəti əsrlər boyu yaşayacaq. Dağıstana gəldikdə Respublikamızın ərazisində müharibə baş almadısa da, faşist qoşunları Qafqazın astanasında dayandırıldısa da, cəbhə boyu ərazi kimi Dağıstan da ciddi sınaqdan keçmiş oldu. Demək olar ki, 200 min Respublika vətəndaşı Böyük Vətən müharibəsinin bilavasitə iştirakçısı olub. 100 mindən artıq Dağıstanlı bu qanlı müharibədən qayıtmadı. Vətən torpaqlarının azadlığı uğrunda canını verən el, oğul və qızlarını yad edirik bugün. Sovet İttifaqı qəhrəmanı adına layiq görünənlərin, şərəf ordeninin tam kavalerlərinin sayına görə Dağıstan fəxr edə bilər. 60 qəhrəman, müxtəlif dərəcəli şərəf ordenləri ilə təltif olunmuş 63 döyüşçü, onlardan 7-si bu ordenin tam kavaleri, döyüş orden və medalları ilə təltif olunmuş 100 min Dağıstanlı elimizin fəxridir. Elə arxa cəbhədə də hər bir sahədə İş qələbə çalmaq əzmi ilə qurulmuşdu. Qadınlar, uşaqlar, qocalar, yeniyetmələr gecə-gündüz yorğunluq nədir bilmədən çalışırdılar. Arxa cəbhənin bütün ağrı acıları onların üzərinə düşürdü. 130 min Dağıstanlı əmək cəbhəsinin iştirakçısıdır. Onların arasında qadınlar sayca çox olub. Məhz qadınlar ərlərinə, atalarına, oğul və qızlarına, qardaşlarına aldıqları qara kağızları öz göz yaşları ilə ağardır, sanki zamanın verdiyi ölüm hökmünə inanmaq istəmir. Yetim uşaqlara həm ata, həm ananı əvəz edirdi. Zavod və fabriklərdə işləyir, müdafiə qurğularının tikintisində iştirak edir, öz qiymətli daşqaşlarını müdafiə fonduna verirdi. Qələbəyə heç olmasa bircə an, bircə saniyə, bircə dəqiqə yaxın olduqlarına inamla özlərini yaşadırdılar. Belə böyük bayram günündə yəqin ki, veteranlarımızı dinləmək daha maraqlı olardı. İndi də sözü Böyük Vətən müharibəsi veteranı Nəcməddin Qazıoğlu Ağamirzəyevə veririk. Birincisi demək istəyirəm ki, ən qabaqcıl işlərdən biri olub ki, biz bir-bir Böyük Vətən müharibəsi veteranının evlərinə getmişik. Bizlə birlikdə televizyonda aparmışıq. Televizyona onlarla söhbət eləyib, çəkiliş yaparıb və ürək sözlərini deyiblər. Onu isə biz televiziya vasitəsilə yerlərdə buradan göstərmişik. Qaldı ki, onların arzuları, onların etdiyi müraciətlər hamısı qayda alınıb, hamısı haqqında məlumat, anket doldurmuşuq və əl etmişik ki, bir nəfər də kənarda qalmasın.